Doktorantura passage 3. Most scientists, əksər alimlər agree, razıdırlar zət ki, comets are the biggest natural threat. Kometlər the biggest, ən böyük natural təbii təhlükələrdir to human existence, insanın mövcudluğu üçün. Burada variantı analiz edək. Nə üçün zət? Bu təbii olaraq agree deyəndə zət gəlir dirə. Razılaşırlar ki, burada ki bağlayıcı rolundadır. If sasə, vəzə mimi, which isə hansı mənasını verir? Təyin budaq cümlələrində mütləq təyin budaq cümləsi bağlayıcı buradadırsa, bağlayıcıdan əvvəl isim gəlməlidir. It was probably a large comet. Bu ehtimal ki, böyük komet idi ki, with the earth which wiped out. Wiped out silinibdir. Baxaq, clash toqquşma deməkdir, amma münasibətlər arasında toqquşma gedir. Hit vurmaq deməkdir. Smash əzmək, collide də toqquşma deməkdir, amma böyük qəzalarda toqquşmalara deyilir. Məsəl üçün, it was probably a large comet colliding with the earth. Böyük bir komet toqquşmuşdu yer kürəsi ilə. Which hansı ki, görürsünüz relative clause əvvəlində isim gəlibdir. Hansı ki, wiped out the dinosaurs. Wiped out, yox eləyibdi dinozorları. Many years ago, çox illər əvvəl. An enormous object, nəhəng bir object. Baxaq, fail düşmək, yıxılmaq, defeat məğlub etmək. Burada məğlubiyyətdən söhbət getmək, kick isə təpiklə vurmaqdır. Strike da zərbə ilə vurmaqdır. Baxaq, burada nəhəng bir əşya, yəqin ki, struck olar da, zərbə ilə vurmuşdu. The Yucatan region of Mexico with the force of 100 megatons. Yəni, 100 megaton şiddətində. That is the equivalent of the Hiroshima bomb for every alive person. Bu, zət o, equivalent, yəni bərabərdir Hiroshima bombasına hər bir canlı üçün. According to the scientists, alimlərə uyğun olaraq, any comet, istənilən bir comet, than 20 kilometr, yəni 20 kilometrdən böyük olar da, nitqimizə bu gəlir bizim. Greater, böyükdür, 20 kilometrdən böyükdür. In diameter, 25'ə baxaq. Baxın, burada məntiqi güclüdür, yavaşdır. Bunlar məntiqi cəhətdən uyğun gəlmir. 25'ə baxaq. Burada diametr isim olduğu üçün biz bura təyin budaq cümləsinin bağlayıcısını seçməli. Çünki variantlarda gördük ki, burada bağlayıcı verilibdir. Diametr sözünə görə zət verə bilərik, cansız zət, hansı ki, what xəbər budaq cümləsinin bağlayıcısıdır. Həmişə what özündən əvvəl hərəkət istəyir. Və vay isə tərcümə baxımından uyğun gəlməyəcək. In diameter, that hansı ki hits the earth, yer kürəsinə çırpılmış, vurulmuşdur. Will result in, nəticəsində yəqin ki, restoration, bərpa olma getmək, recovery, o da bərpa olunma getmək, preservation, qorunma getməz, destruction, the complete result in, biz neçəyə baxırıq? Burada boşluq var, yəqin ki, buranı boş qoyublar, bura uyğun gələn bir variant yoxdur. Destruction of complex life, müxtəlif kompleks, yəni həyatların dağılmasına nəticələnmişdir. Result in, nəticələnmişdir. Including all animals and most plants, bunlara əksər heyvanlar və bitkilər də daxildir. Even, hətta a much smaller asteroid, daha kiçik asteroidlər can, baxaq, bu hissiyə baxırıq, can cause olar da səbəb olmuşdur. Can cause great damage, böyük bir zədələrə səbəb olmuşdur. Nəticə sözü təkrarlanır. Clear away mümkün deyil, təmizlənmişdir, tamamilə bu olmaz. Remove silinmişdir, olmaz. Can cause great damage, böyük zədələrə səbəb olmuşdur. The earth, yer kürəsi, 28'ə baxırıq. Yer kürəsi. Burada keçmiş bitmiş zamanları biz verə bilmərik. Çünki bunun bugünkü dünyanın bir neçə
1000 il əvvəlki vəziyyətindən danışır. Buna görə biz keçmiş zamanı verə bilmirik. The earth da olduğu üçün have verə bilmirik. Ona görə has been kept safe for the last 65 million years by good fortune. Yəni xoşbəxtlikdən 65 min il yer kürəsi təhlükəsiz, yəni 65 min il əvvəl baş verən bu hadisə yer kürəsinin təhlükəsizdir də. Yəni bu günləri tamamilə məhv etməyib. Bu mənanı vermək istəyir. The earth has been kept safe for the last 65 million years by good fortune. Yəni xoşbəxtlikdən 65 milyon il əvvəl olan baş verən bu hadisə yer kürəsi təhlükəsiz qalıbdı. The sun with its stable circular orbit is said. Burada is said bu qəşəng ipucudur. Məchul növdür. Məchul növdən sonra feil gələndə həmişə biz onu məstərlə götürürük. Məstər də elə A bəndindədir. To scatter away most dinosaurs comet which might cross the Earth's orbit. Keçək o birisi mətnimizə. Passage 4. Richard was only child. Yeganə uşaqdır ki, and used to get vərdiş etmək mənasındadır. Xəbər budaq cümləsidir. Çünki boşluq verilib, variantlarda bağlayıcı verilibdir. Amma bağlayıcıların içində biz nəyə diqqət eləməliyik? Boşluqdan qabaq əgər feil gəlibdirsə, bizə lazımdır ki, burada təyin budaq cümləsində işlənən bağlayıcılar olmasın. Məsəl üçün which, who, that. Gələcək D variantı what xəbər budaq cümlələrində işlənilir. His parents, onun valideynləri, yəni nə istəyirdi, elirdi. His parents, onun valideynləri. Baxaq cümləmiz bizdən. Fulfill his every dream for 12 years. For zaman zərfi var, bir də 12 years. Yəni 12 il ərzində fulfill həyata keçirirdilər. His parents, onun valideynləri, onun has tried, onlar da has tried to fill, həyata keçiriblər onun bütün istəklərini. Davam edici zaman, burada for sözünə görə bir də bizə müddət verdiyi üçün indiki bitmiş zamana getdim. When his parents played any games, onun valideynləri istənilən bir oyun oynayanda with him, onunla, they will let him, onlar ona imkan verirdilər ki, win on purpose, qəsdən, bilərəkdən qalib gəlsin. So that belə ki, he will be happy, o xoşbəxt olurdu. Nəyə görə win? Çünki bəzi mürəkkəb tamamlıq qaydası var. Bəzi feillər var ki, bu qaydalarda, məsəl üçün let-dir, make-dir. Bu feillərdən sonra obyekt gəlir. Let him win. Sonra gələn feil çılpaq formada gəlir. Yəni, bare infinitive formasına gəlir. Heç bir şəkilçisi və məstər olmadan bare infinitive deyirlər buna, çılpaq formada. Sonra Richard, otherwise Richard would get pleased. Baxaq görək, yox, otherwise, yoxsa, Richard would get frustrated. Frustrated, yəni qəzəblənirdi. In school, məktəbdə Richard neynədi? Denied, baxaq görək nəyə etiraz edir? Football as his co-curricular activity. Yəqin ki, məktəbdə futbola başlayar. Əgər bu 12 yaşında bir oğlandan gedirsə söhbət, burada received əldə edib deyil, inkar etmək, əlavə etmək. Burada took up, başladı futbola. He was usually a reserve player in football matches. O deyir, adətən ehtiyat oyuncu kimi futbol yarışlarında oynayırdı. When it was his graduating year, onun graduating məzun deməkdir də, yəni burada finishinglə verməyəcək, endinglə verməyəcək, graduating year.
His coach decided, onun koçu qərara gəldi ki, to give him, ona versin a chance, bir şans to play a match, yəni ya oynamağa. Richard was elated upon hearing this piece of news. Richard bu xəbəri eşidəndə çox sevinçdi. Elated, çox sevinçdi. Upon hearing, upon da burada reductiona uğrayıbdı. When-i əvəz eləyir. Sonra the weekend, baxaq görək nə olar. Əgər by the weekend verəcəksə, biz burada bitmiş zaman verməliyik. Diqqətli olmalıyıq. In the weekends yox, on the weekends olar. While-da mübtəda xəbər istəyir. Əgər biz bura while-a qoysaq, biz bir cümlə verməliyik. Mübtəda xəbərlə bağlı bir cümlə verməliyik. Çünki while bağlayıcıdır. Hər bir bağlayıcı özündən sonra mübtəda xəbəri olan bir cümlə istəyir. Ona görə at the weekends, həftə sonu he would, baxaq burada. His father's taking him to the park. O istəyirdi ki, atası onu aparsın. İndi give up imtina etməkdir. Bu uşaq çox sevinirdi. O imtina etməz. Keep at saxlasın, gözdəsin, go on davam etsin. Yəqin ki, atasından tələb eləyər. Bu bəndi. Instead on, atasından tələb eləyər ki, instead on his father's taking him to the park to practice football. Həftə sonları tələb eləyirdi ki, aparsın və o futbolla məşğul olsun. At home he would watch football matches on television, hoping to pick up some tips. Pick up some tips, yəni ipuçları götürsün, özü üçün faydalı nələrsə götürsün. Finally, the much awaited match, çox uzun gözlənilən maçdan yarış. Nəhayət ki, bu uzun gözlənilən yarış nə gələcək baxaq. Nəhayət ki, başladı. Began among the teams, komandalar arasında başladı. Pasit ötdü olmaz. Took part baş verdi. Completed tamamlandı. Mənalar uyğun gəlmir. Richard tried his best. Əlindən gələni etdi. But his team lost the match. Amma onun komandası uduzdu, itirdi yəni oyunu.